kök hücre müalicəsinin dünyada və Azərbaycanda rolu mövzusunun çıxışı üçün Libbonadiya Hospital Kök Hücre Mərkəzinin qurucu mütəxəssisi Doktor Rəşid Rəsuloviç səhnəyə dəvət edirəm. Hər birinizi salamlayırım, təkrardan xoş gəldiniz. Hörmətli qonaqlarımız, dəyərli həkimlərimiz, bugün biz hal-hazırda, yəni bayaqdan haqqında danışılan kök hüceyrələrin Azərbaycandakı tətbiqləri, klinikamızdakı tətbiqləri və şəxsi təcrübəmə əsasən daha öncəki tətbiqlər, nəticələr və ümumiyyətlə kök hüceyrənin detalları haqqında biz də biraz danışmaq istəyirik və bu bayaqdan, yəni belə deyək, dinlədiyiniz çıxışların hamısında fərqli növ xəstəliklər gördünüz və hər biri fərqli sahələrə aiddir. Yəni, kök hüceyrə bir multidisiplinar bir müalicə növüdür və bu səbəbdən də kök hüceyrə müalicəsinin multidisiplinar da bir təqdimatını eləmək istəyirim. Ona görə dəyərli doktorlarımızı da dəvət eləmək istəyirəm bura. Anar doktor Səlimə xanım və Zöhrə xanım. Bu sunumu biz birlikdə multidisiplinar şəkildə sizə təqdim edəcəyik. Kök hüceyrələr müalicəsinin dünyada və Azərbaycanda roluna toxunmaq istəyirəm. Əsas məqsədimiz burada bundan ibarətdir və çıxışımızı başlayanda bu cümlə ilə başlamaq istəyirəm. Kök hüceyrələr artıq sadəcə laborator maraq dairəsindən çıxıb klinikada tətbiq olunur. Lakin müəyyən sahələrdə həm klinikada mövcuddur, müəyyən sahələrdə isə elmin sınavından hələ də keçməkdədir və hələ də yoxlanılmaqdadır. Bugünkü çıxışımızın ardıcılığı bu şəkildədir. Bir hüceyrə çox ehtimal deyirik. Bu bizim proqramımızın adına da yaxındır. Kök hüceyrə nədir və niyə bu qədər maraq doğurur? Daha çox ikinci hissəsi ilə haqqında danışacağıq və dünyada kök hüceyrə müalicəsinin real rolu və Azərbaycanda kök hüceyrə müalicəsinin real rolu və ondan sonra da biz artıq klinik tətbiqlərimizə və nəticələrimizə keçmiş olacağıq. İlk olaraq bunu bildirək ki, insan orqanizmində bayaqda deyildiyi kimi hər birimizin orqanizmində ortalama 37 trilyon hüceyrəmiz var və bu hüceyrələrin böyük əksəriyyəti bizi belə deyək, hüceyrə ilə təmin eləmək üçündür, yaşatmaq üçündürsə, bir qismi də o hüceyrələri təmin eləmək üçündür və bunlara biz kök hüceyrələr deyirik və yaxud da bunlara biz yaşadan hüceyrələr deyə bilərik. Qısaca girəcəm, çünki məndən öncə də hocalarımız kök hüceyrə haqqında bilgilər, məlumatlar ətraflı şəkildə verdilər və mən də bunu görərəkdən qısa bir şəkildə kök hüceyrə haqqında bir məlumat vermək istəyirəm. Bu gördüyünüz kök hüceyrənin ümumiyyətlə orqanizmdə deməli iki əsas funksiyası vardır. Bunlardan biri özünü yeniləmə funksiyasıdır. Çünki bu bir ambardır və ambarı qorumaq üçün davamlı şəkildə hüceyrələr özünü yeniləməlidir. Və ikincisi diferensiyasiyadan, hansı ki, bütün kök hüceyrə müalicələri də məhz bu funksiyadan irəli gəlir. Bundan əlavə olaraqsa 4 mərhələsi var, sükut mərhələsi var, yəni kimsəyə toxunmur, kimsə ona toxunmur, çünki ehtiyac olmur həmin anda. Simmetrik özünü yeniləmə funksiyası var və eyni zamanda da asimetrik bölünməsi var. Simmetrik özünü yeniləmə zamanı kök hüceyrələr deyək ki, bədəndə bir çox hüceyrə növünə bölünübdülər, sürətli digər hüceyrələrin tələbatı olub. O zaman kök hüceyrələr simmetrik şəkildə bölünüb, özünün depolarını daha çox şəkildə qorumuş olurlar. Asimetrik bölünmə, üçüncü gördüyümüz bu kök hüceyrənin ən çox rast gələn halıdır. Yəni, həm ambarını qoruyur, həm yeni bir hüceyrəyə başlanğıc verir və simmetrik diferensiyasiya dediyimiz də başqa bir mərhələsidir ki, sadəcə diferensiyasiya olduğu hüceyrələr yaradır və təbii ki, bu 4-dən sonra ambarı doldurmaq üçün ikinci mərhələ gəlir. Növlərinə gələndə, burada da qısaca keçəcəm, təbii şəkildə orqanizmdə olan və insan tərəfindən yaradılan kök hüceyrələrdir. Bunu bu şəkildə bölməyə daha doğru olduğunu düşünürəm. İnsan orqanizmində təbii şəkildə bizdə yaradılan kök hüceyrələr, embriyon kök hüceyrələr və yetkin kök hüceyrələrdir. Embriyon kök hüceyrələr bayaq hocam da anlatdığı kimi embriyonun bir neçə günlük dövründə olur və yetkin kök hüceyrələr isə ondan sonra yaranan və ömrümüzün sonuna qədər bu zalda oturan hər kəsin bədənində, mənim də bədənində olduğum kimi ömrümüzün sonuna qədər bizlə birlikdə yaşayan kök hüceyrələrdir. İnsan tərəfindən yaradılan kök hüceyrələr isə bayaq haqqında danışılan Şinyan Yamanaka'nın kəşf elədiyi indüklənmiş pluripotent kök hüceyrələrdir ki, onlar da artıq bu sahədə də çox ciddi çalışmalar gedir və bir növü, belə deyək, böyük bir potensialı olduğu deyilir. Bütünlüklə təqdimatımız əslində bundan ibarətdir. Ümid, sübut və sərhədlər. Kök hüceyrə bir ümiddir və bir ümid olaraq təbii ki, elmə daxil olur. Amma
Bu ümidin müəyyən zaman sonra bir sübutlara ehtiyacı olur və bu sübutlara ehtiyac olduğu zaman sənədlər ortaya çıxmış olur. Biz bugün bunlardan danışacağıq. Təbii ki, ümid hər şeyin başlanğıcıdır, amma elmi əsaslar onun davamıdır. Və bugün danışdığımız mezihmal kök hüceyrələrin də qısaca nəyə görə, yəni sübutu nədən ibarətdir, nəyə görə o xəstəliklərdə yəni malikdir, bunlardan danışacaq. Bu qəliz gəlməsin, qısaca bunun üzərindən keçəcəm. Kök hüceyrələrin antimikrob təsirləri var, immunmodulyasiya təsirləri var, yəni immun sistemi gərəkdiyində baskılayır, gərəkdiyində qaldıra bilir və buna immunmodulyasiya xüsusiyyəti deyirlər. Antiapoptotik xüsusiyyəti var, yəni hüceyrə ölümünün qarşısını ala bilir. Antioksidativ xüsusiyyəti var, eyni zamanda antitümör xüsusiyyəti də var. Dəyərli hocam, Afiq Hoca özü bir səbəbdən aramızdan ayrılmalı oldu, amma bizim onunla birlikdə İzmirdə elədiyimiz bir elmi işlə çalışmada da məhz bu antitümör xüsusiyyətlərinə, kök hüceyrələrin baxırdıq. Bu qan xərcliklərinin üzərində idi. Angiogenez dediğimiz hamımızın bildiği damar yaratma, damarlanma xüsusiyyətləri vardı və eyni zamanda da belə deyək, kök hüceyrənin kök hüceyrə eləyən və bu qədər məşhurlaşdıran regenerativ xüsusiyyətidir. Sərvərlər nədən ibarətdir? Təbii ki, ümidimizi bildik, sübutlarımızı göstərdik və göstərməkdə davam edəcək, amma müəyyən sənədlər də var və burada xəstə seçimi, xəstəliyin mərhələsi, tətbiq yolları, dozalanma standartları bu hər xəstədə eyni şəkildə olmur və ən böyük sənədləri yaradanda məhz bu olur. İkinci tərəfdən isə ICCR dediyimiz beynəlxalq kök hüceyrə qurumunun yayımladığı özünə uyğun müəyyən sənədləri vardır ki, hansı ki, mütləq şəkildə elmi sübutlara əsaslanmalıdır, xəstələrin doğru məlumatlandırılması və şəffaf klinik tədqiqatlar aparılmalıdır ki, o şəffaf klinik tədqiqatlar bizim hamımızın əlimizə çatsın və nəticə etibarilə də müalicə daha da şəffaflaşsın və doğrulaşsın. Dünyada kök hüceyrə müalicəsinin rolunu haqqında qısaca bəhs eləmək istəyirəm. Hal-hazırda gördüyümüz bir qrafik şəklində göstərəcəm. İlk olaraq 50-ci, 60-cı illər arasında, daha doğrusu 1956-cı ildə Donald Thomas ilk sümüyli nəqlini həyata keçirir. Bu arada bilirik, sümüyli nəqli də bir kök hüceyrə müalicəsində, amma regenerativ təbabətin bir hissəsi deyil. İlk sümüyli nəqli həyata keçirilir 56-cı ildə, 58-də isə Dr. George Smate həyata keçirir. İlki özündən özünə, ikincisi isə allogenik dediyimiz başqa bir xəstədən köçürmüş olur və beləliklə kök hüceyrə müalicəsinin klinikada rolu başlamış olur. 1990-2000-ci illərdə daha çox embrion kök hüceyrələr populyarlaşır və nəyə görə populyarlaşır? Çünki embrion kök hüceyrələrin çox geniş bir bölünmə kapasitəsi var və bu səbəbdən də embrion kök hüceyrə çalışmaları ilk olaraq kök hüceyrələr məşhurlaşmağa başlayanda artıq çox daha diqqət çəkmiş olur və daha sonra isə onlar azalır. Niyə azalır? Çünki müəyyən etik məsələlər ortaya çıxır. Burada təbii ki, embrionu almaq məsələləridir. Çünki bir embrionu almaq üçün mütləq şəkildə abortus olunmalıdır. Bu bir etik məsələ çıxardır ortaya. İkinci tərəfdənsə əmələ gətirə biləcəklər teratomlar bunların nisbətən qarşısını almış olur. 2000-2010-cu illərdə daha çox mezenkimal kök hüceyrələri araşdırmaları artmış olur. Bunun səbəbi əslində bir tərəfdən də düşünürəm ki, 2006-cı ildə Yamanaka'nın kəşfi, təbii Nobel 2012-ci ildə alır, amma kəşfi 2006-da edilir və 2006-da məqaləni yayımlayır. Yəni, indüklənmiş pluripotent kök hüceyrələri kəşf edir. Nəticə olaraq da 2006-cı ildə olan həmin kəşf dərhal təbii ki, insanlara həmin o indüklənmiş pluripotent hüceyrələri əldə eləməyə şərait yaratmasa da ən rahat əldə olunan mezenkimal kök hüceyrələri olur və sanki Yamanaka bir növü bir təkan verir bu deməli kök hüceyrə terapiyalarına və mezenkimal kök hüceyrə araşdırmalar artmış olur və son olaraq da 2010-cu ildən indiyənə kimi ATMP deyilən müalicələr daha çox vüsət alır. Bu da həm hüceyrə terapiyaları, həm toxuma mühəndisliyi, həm də gen mühəndisliyinin birlikdə müalicəsidir və hal-hazırda onun üzərində çox araşdırmalar aparılır. Bayaq hocanın danışdığı kartisellərdə bunun bir ürünü, bir növüdür. O zaman sual ortaya çıxır. Ən çox üzərində işlənən hüceyrələr mezenkimal kök hüceyrələrdir. Misal üçün, deyək ki, embrion kök hüceyrələri çalışılmağa başlayır, amma müəyyən zaman sonra embrion kök hüceyrələr başlaşdırılandan sonra çoxaldılıb istifadəyə artıq uyğun olmuş olur, yəni artıq lazım qədər çox olur. Bu səbəbdən mezenkimal kök hüceyrələr bugünə qədər tutulur.
Və dünyada bunun tənzimləyici sistemi əsasən 3 qurum tərəfindəndir. Təbii ki, qurumlar çoxdur, amma burada üçün üzərində dayanacağım. Bir bildiyimiz Amerikada FDA, Avropada EMA və PMDA Yaponiyada. Bu tənzimləyici sistemlər əsasən sadəcə kök hüceyrə deyil, tabii bir çox deməli başqa sahələrdə tənzimləyir, tip sahələrində, amma kök hüceyrəyə də müəyyən qədər artıq yol vermiş olurlar. Bu deməli yayımlanan FDA-nin qaydalarıdır kök hüceyrə müalicələri haqqında. Eyni zamanda EMA-nin, yəni Avropa Agentliyinin yayımıdır, deməli, yenə də kök hüceyrələri haqqında və digəri isə Yaponiyanın deməli yayımıdır kök hüceyrələr haqqında və gen terapiyası haqqında, hüceyrə terapiyalar və gen terapiyası haqqında. Yaponiya demişkən bu ilin mart ayında çox sevindirici bir xəbər gördük. Və bu xəbərdə bildirilir ki, artıq kök hüceyrə müalicəsi rəsmi şəkildə Parkinson və ürək qüsurlarında protokola daxil olunur. Və bu artıq, bu əslində bir başlanğıcdır, amma böyük bir başlanğıcdır. Və bu başlanğıcın nəticəsi olaraq da mən düşünürəm ki, artıq irəlidə bir çox sahələrdə kök hüceyrə rəsmi şəkildə protokollara daxil olunacaq və bunun istifadəsi artıq bir seçim olaraq deyil və yaxud da bir istək olaraq deyil, bir şərt halına gəlmiş olacaqdır. Bu gördüyünüz qrafikdə hüceyrələrin dünyada istifadəsi hansı daha çox istifadə olunur haqqında danışdığımız sümükliyi, yağ toxuması və eyni zamanda göbəkçiyəsi bu arada bu araşdırmalara aiddir, klinik tədqiqatlara aiddir və bu üçü ən çox istifadə olunan da təbii ki, amma digər bir çox mənbələrdən də alınır. Sahə olaraqsa nevroloji sahə birinci yer tutur, həm də eyni zamanda faz 4 dediyimiz artıq klinik çalışmalara qədər gəlib çatıbdır. Digər tərəfdən isə deməli ortopedik, yəni dayaq hərəkət sistemi və eyni zamanda da kardiovaskular bunlar ikinci, üçüncü yerləri paylaşırlar. Xəstəlik olaraqsa ən çox istifadə olunan osteoartritlərdir, yəni oynaq zədələnmələri, oynaq problemləri. COVID-19 qısa bir müddət oldu, amma o qısa bir müddətdə elə bir belə deyək, tüğyan elədi ki, məcbur qalınıb bir çox sahədə orada araşdırmalar aparıldı və orada aparılan həmin o qısa müddətli araşdırma bəlkə bir çox başqa sahədə illərlə aparılan araşdırmadan daha uzun və daha çox oldu. Bu səbəbdən də COVID-19 ikinci yerə düşdü. İskemik ürək xəstəlikləri, çatışmazlıqları, ürək çatışmazlıqlarında da istifadə olunur və 4-cü faza qədər gəlibdir və GVHD, graft versus host xəstəliyi, hansı ki, talasemiya və yaxud da leykemiya xəstələrində sümükli nəqlindən sonra yaranan bir xəstəlikdir və onun da müalicəsində 4-cü sıradadır, yəni dünyada kök hüceyrə müalicəsi, mezekimal kök hüceyrə müalicəsi üzrə. Qlobal marketə baxanda əlbəttə ki, burada böyük məbləğlər dönür. Bu ümumi kök hüceyrə haqqında qlobal marketdir. Hal-hazırda bugünkü gün 26-cı ildə 20 milyard ətrafı dönürsə, bu 32-ci ildə 44 milyarda qədər yüksələcəyi öngörülür. Mezekimal kök hüceyrələrə baxdıqda isə burada bugünkü gün təxminən 5 milyard ətrafı dönürsə, 2033-cü ildə 10 milyarda çatacağı öngörülür. Ümumiyyətlə kök hüceyrə müalicələrini, klinikadakı mezekimal kök hüceyrə müalicələrini 3 əsas yerə bölərik. Bunlardan birinci qrup kök hüceyrə müalicələri artıq protokollara daxil olunan müalicələrdir. Bunlara hansılara aiddir? Hematopoietik kök hüceyrə transplantasiyası dediyimiz sümükli nəqli. Bu mezekimal kök hüceyrələrlə deyil, qan mənşəli kök hüceyrələrlədir. İkinci Parkinson və üçüncü ürək çatışmazlığı bunu yeni əlavə elədim. Nəyə görə? Çünki artıq bir ay bundan qabaq protokollara daxil olundu və GVHD dediyimiz, bayaq dediyimiz həmin o graft versus host xəstəliyi, hansı ki, o da protokollarda var hal-hazırda. İkinci qrup kök hüceyrə müalicələri burada artıq araşdırma mərhələsindədir, amma klinik araşdırma mərhələsində olanlardır. Yəni, müəyyən zaman sonra o da artıq birinci qrup deməli, müalicələrə daxil olacaqdır. Bunlara kron xəstəliyi aiddir, autoimmun xəstəliklər, burada sinir autoimmun xəstəliklər və digər autoimmun xəstəliklər də aiddir. Eyni zamanda GVHD-ni bura da əlavə elədim. Bura əlavə eləməyimin də səbəbi odur ki, GVHD bəzi yerlərdə protokollardadır, bəzi yerlərdə araşdırmadadır. O səbəbdən də hər iki hissəyə aid elədim. GVHD haqqında Səlimə hocamız ətraflı daha geniş məlumat verəcək.
Və üçüncü qrup müalicələr, bunlar hal-hazırda araşdırma mərhələsində olan, amma preklinik çalışmalarda olanlardır. Bunlara hansılar aiddir? Serebral ötücülər, omurga-beyin zədələnmələri, ALS, dağılıq sklerozdan əsasən sinir mənşəlilər görürük ki, çox araşdırılır son zamanlarda. Bayaqki slaytda da gördük. Nevroloji xəstəliklər ümumiyyətlə kök hüceyrədə bugünkü gün üçün daha çox araşdırılan xəstəliklər qrupuna aid olunur.